binada 4 otaq komsomol dairəsinə birbaşa salıntıya gəlirsə və düz 50 metr marşrutun yolundan 70 nömrəli, 155 nömrə məktəbdə, bağçada hər bir şey yaxın. Allah'ın hər kəs salamı olsun və həmişə dediyim kimi evi olmayanlara Allah qismət etsin, yeganlaşdan sizlərə dua edilir. Bir günlər 25 bin manata 4 otaq ev buyurub təqdim edək baxın. Hal-hazırda bura bizim qonaq otağımızdır. Bax, belə bir qonaq otağıdır. Burada da bir dənə beləncə bir otaq da hazırda girişdə. Burada belə bir arka var. Bir dənə də yataq otağımızdır. Belə bir yataq otağıdır. Pəncərəsi var. Kombi də hal-hazırda var. Və belə bir mətbəx də var. Onu da deyim ki, bəzi əşyalar qalmaq şərtindən. Buradan da ikinci mərtəbəyə məkan var. Belə bir otaq yəni hal-hazırda. İstəsiniz buranın balkon kimi də eləyə bilərsiniz. Belə bir hal-hazırda pəncərələr də var. Burada da sanitar qovşağımız ayrı-ayrılıqdadır. Bax, beləncə. Bir dənə də belə deyib, valokası var. Qış val qapıdandır. Deməli, burada pilləkən də dediyim kimi o, istəsə bir otaq da göndərsin orada. Və kesinliklə alıb bax, beləncəsindən bir girişlik. Həyət də dediyim kimi budur, bağlıdır. Yəni, üstü monolitdir bunun. Bəli, 25 min manat verməklə 50 min civarında, 50%'li evli pulunu verirsiniz, ödeyirsiniz və bu evlərə sahib olursunuz. Evlilikdə, marşrutda, məktəbə, hər bir şey yaxındır. Komsomol dairəsinə yaxın məsafədə yerləşir. Buradan Koroğluya 5 dəqiqə məsafəsi var marşrutuna. İnşallah evim belə deyim, də hazırda burada qalır. Yəni bir xalıq qalır, bir də paltaryon maşın var orada, səfirlərimiz orada qalmalıdır. Evimizin yeni dediyim kimi qiymət 25 min, ilk dönüşünə 50 minə, nağd isə satış qiymət 45 min manatdır. Sağ olun, var olun, Allaha əmanət olun.